Hər iki tənliyi 2 dərəcəli və daha yüksək dərəcəli olan tənliklər sistemi. Nömrə 1. AB hasilini tapın. Məxrəcdən qutaraq hər iki tənliyi. Birincini 3B-yə vursuq. Qalacaq AB çıxmaq 12 bərabərdir 6B. İkinciyi 6B-yə vursuq. Alınacaq AB. Üstə gəlmək 60 bərabərdir mənfi 12 B. Birinci tənliyi vurduq deməli 3B-yə, ikinci tənliyi vurduq 6B-yə hər iki tərəf. Sonra nə ayıraq? Birinci tənliyi 2-yə vuraq. 2AB çıxmaq 24 bərabərdir 12B. İkinci tənliyi olduğu kimi yazaq aşağıda. Tərəf-tərəfə toplasaq olacaq 3AB. Üstə gəl 38 bərabərdir 0. 60'dan 24 çıxanda 36 ilə. 36. Buradan 3AB bərabərdir. Mənfi 36. AB bərabərdir mənfi 12. Cavab Y-bəndir. İkinci. Birinci tənliyin hər iki tərəfi 7x-a vuraq. X-lar gedir qalır 21. İkincini 7x-a vuranda 7'lər gedir qalır XY. Bir 7x-a vuranda 7x. Birinci tənliyin hər tərəfini 14x-a vuraq. Qalır 14 plus XY bərabərdir mənfi 42 x. Bizdən XY soruşduğundan birinci tənliyin hər tərəfini təzədən 6-ya vuraq. 126 çıxmaq 6XY bərabərdir 42x. İkinci tənli olduğu kimi qalsın. Tərəf-tərəfə toplasaq bu 140 minus 5XY bərabərdir 0. 5XY bərabərdir 140. XY bərabərdir 28. XY 28 A bəndi. Birinci tənliyi ortaq məxrəcə gətirsək XY x kvadrat plus y kvadrat bərabərdir 15'də 34. Bizdən soruşur XY hasilini. X kvadrat plus y kvadrat yerine 34 qoysuq. İkinci tənliyi də verirdi onu. Bu deyir 34 bölü 15. Buradan alınır XY. Surətlər bərabər, kəsirlər bərabər. Deməli, məxrəclər də bərabər. Deməli. Dördüncü. Kəsirlər toplasıq XY. X kvadrat plus y kvadrat bərabərdir mənfi 2. X kvadrat plus y kvadratın yerine 2 yazsaq. İkinci tənliyi də elə deyir. Buradan XY bərabərdir mənfi 1. Dördüncü. Dördüncüdə deyir tənlər sistemin həli. XY mənfi 1. Burada XY soruşum var. Ona göre XY soruşumdağına göre belə eləyək. Məxrəcdən qutaraq hər tərəfi XY-ə vuraq birinci tənlikdə. Onda olur x kvadrat plus y kvadrat bərabərdir mənfi 2xy. Tənliyi bu şəklə salaq. X plus y'nin kvadratı bərabərdir 0. Buradan da alınır x plus y bərabərdir 0. Y bərabərdir mənfi x. Y yerine mənfi x qoyaq. İkinci tənliyi də yazaq. Y yerine mənfi x. Onda olacaq x kvadrat üstə gəlmək mənfi x'in kvadratı bərabərdir 2. X kvadrat üstə gəl x kvadrat bərabərdir 2. 2x kvadrat bərabərdir 2. X kvadrat bərabərdir 1. X bərabərdir plus minus 1.
Onda y-də mənfi x olduğuna göre minus plus 1 olacaq. Bu ne deməkdir? Yəni x1 olanda y mənfi 1 olur. X mənfi 1 olanda y 1 olur. 1 mənfi 1 mənfi 1 1. Cevap B bəndi. Nömrə 5. İkinci tənlikdən x-i y-i çıxardaq mötərizə xaricinə qalır x plus y bərabərdir 16. X plus y-i x-i verib 4'dür. Birinci tənlikdə yazacaq yerinə. Her tərəfi 4'e bölə. X plus y bərabərdir 4. X plus y bərabər oldu 4'e. Yaxşı. Buradan onda belə elədik. Y tapaq. Y tapdıq. 4 çıxmaq. X. Bu bizim əvəzləmə. Birinci tənlikdə yazaq yerinə 4 çıxmaq X. Varaq açaq x kvadrat minus 4x plus 4 bərabər 0. Bu deyilir x minus 2'nin kvadratı bərabər 0. X minus 2 0, x də bərabərdir 2. Onda y-də bərabər olacaq 4 çıx 2, bu deyiləcək 2. Deməli bizdən soruşur x kvadrat plus y. 2'nin kvadratı üstə gəlir 2, bu deyilir 6. Cavab D bəndi. 6. İkinci tənlikdən x-i y-i çıxardaq mötərizə xaricinə qaldı y plus x bərabərdir 54. X-i yenə 9 qoyaq. Verilib birinci tənlikdə. Buradan alınır y plus x bərabərdir 54 bölü 9, o da eləyir 6. Buradan y tapaq 6 çıx x. Aparaq qoyaq birinci tənlikdə yerinə x. 6 çıx x bərabər 9'a. Bu deyir x kvadrat minus 6x plus 9 0. Bu da verir bize x minus 3'ün kvadratı bərabər 0. X minus 3 bərabər 0, x deyir 3. Y də bərabərdir 6 çıx x, 6 çıx 3, bu deyir 3. X plus y kvadratı soruşur. X 3'dür, y də 3'dür. Bu deyir 12. Cevap C bəndi. Birinci tənliyi məxrəcdən qutaraq alınır y plus 2x bərabərdir 3xy. Tənliyin hər tərəfini x-y vurduq. İkinci tənlikdən x-y tapaq 2 bölü 2, bu deyilir 1. Birinci tənlikdə x-y yerində 1 qoyaq. Y plus 2x bərabərdir 3 vur 1, bu deyilir 3. İkinci tənlikdə olduğu kimi yazaq, bərabərdir 1. Birinci tənlikdən y tapaq 3 çıx 2x. Gətirək ikinci tənlikdə yazaq yerinə x vurası. 3 çıx 2x bərabərdir 1. Minus 3x plus 1 bərabər 0. Yox. Belə bunun həll eləsi x1 bərabərdir 1, x2 bərabərdir 2'də 1 alınır. 1 2'də 1. Y1 onda bərabər olur 3 çıxmaq 2 vur 1. Bu eləyir 1, y2 bərabərdir 3 çıxmaq 2 vur 2'də 1. Bu da bərabərdir 2. Deməli cavab oldu 1 1 və 2'də 1 2. 1 1 2'də 1 2 B bəndi. 8. Birinci tənlikdə çıxma yerinə yetirək x-y ortaq məxrəc olur 2x çıx 3y bərabərdir mənfi 1. İkinci tənlikdən x-y tapaq. X-y tapaq 12'nin 4'e böləndə 3. Birinci tənlikdə x-y yerinə 3 qoyaq. 2x çıx 3y bölü 3 bərabərdir mənfi 1. İkinci tənlik olduğu kimi saxlayaq. Birinci tənliyi məxrəcdən qutaraq 2x çıx 3y bərabərdir mənfi 3. İkinci tənliyi olduğu kimi saxlayaq. X-y bərabərdir 3. Bizdən tənliklər sistemini həll edin deyir. Əvəzləmə aparaq da. İkinci tənlikdən əvəzləmə aparaq. Y bərabərdir 3 bölü x. Aparaq birinci tənlikdə yerinə qoyaq. 2x çıxmaq 3'ü vuraq 3 bölü x edir. 9 bölü x bərabərdir mənfi 3. Birinci tənliyi həll eləyək. Bir dəyişənli tənlikdir. X-a vuraq. 2x kvadrat plus 3x minus 9 bərabər 0. Diskriminant 9, üstə gəlmə 72.
81. X1 beraberdir mənfi 3 minus 9 bölü 4 edir mənfi 3. X2 beraberdir mənfi 3 plus 9 bölü 4 edir 1 onda 5. Onda Y1 beraberdir 3 bölü mənfi 3 edir mənfi 1. Y2 beraberdir 3 bölü 1 onda 5. Bu da edir 2. Cevap oldu mənfi 3, mənfi 1 ve 1 onda 5, 2. Nömrə neçədir bu? 8. Mənfi 3, mənfi 3, mənfi 1, mənfi 3, mənfi 1 elə cavab yoxdur. Birinci tənliyin məxrəcdən qutaranda 2y çıxmaq burada 3x olmalıdır. 2y çıx x. Deməli, y ilə x-in yeri burada dəyişik olub. Ama ikinci tənlik simmetrikdə x-in y yerini dəyişəndə bir fərq vermir. Ona göre bir cavabda burada dəyişiklik eləməliyik də. Cavabda x-dən y-in yerini dəyişsək, mənfi 1, mənfi 3. Bu deyilir 2, 1 tam onda 5. Da yerin cavab y bəndə olar. Və bir də təzədən tənliyi yazmaq istəmirəm. 8-ci. Y bəndi. Yerlərini dəyişdim. Çünki orada çıxanda mən 2y çıxmaq 3x yazmalıydım. Yazmışam 2x çıxmaq 3y. Bir o dəyişikliyə görə cavabda da x-dən y-in yeri dəyişik alınıb. Ya təzədən yazmaq istəsək, əgər bu pozarıq onda. 8 onda təzədən yazarıq. Olur deməli buradan. Məxrəcdən qutaraq 2y çıxmaq 3x bərabərdir mənfi xy. İkinciden de alınır xy bərabərdir 12 bölü 4 eləyir 3. Xy yerine 3 qoysuq 2y minus 3x bərabərdir mənfi 3. Buradan y tapsıq 3 bölü x. Aparıb birinci tənliyi də yerinə qoysuq. 6 bölü x çıxmaq 3x bərabərdir mənfi 3. 3x kvadrat minus 3x. Buradan x1 bərabərdir mənfi 1. x2 bərabərdir 2. y1 bərabərdir 3 bölü mənfi 1 eləyir mənfi 3. y2 bərabərdir 3 bölü 2 eləyir 1 onda 5. Cavab mənfi 1, mənfi 3 və 2, 1 onda 5. Mənfi 1, mənfi 3, 2, 1 onda 5 y bəndi. Alt-alta toplasıq alınır x kvadrat plus y kvadrat 2xy bərabərdir 64. Buradan alınır x plus y kvadrat bərabərdir 64. Onda x plus y bərabərdir 8 veya x plus y bərabərdir mənfi 8. Birinciden y çıxarsaq mötərizə xaricində alınır y mötərizə xaricində çıxaranda alınır y plus x bərabərdir 40. İkincidə də yazaq y çıxarsaq mötərizə xaricində y plus x bərabərdir 40. X plus y-in yerine 8 qoysuq. Y vur 8 bərabərdir 40. Y buradan tapsaq 5 eləyir. Y-in yerine 5 qoysuq. X plus 5 bərabərdir 8. X də 3 eləyir. Burada da x plus y-in yerine mənfi 8 qoysuq. Bərabərdir 40. Bəli, y bərabərdir mənfi 5. Y-in yerine mənfi 5 qoysuq. X eləyir mənfi 3. Deməli, bizdən də soruşur. Deyir ki, modulda x, y tapın. Birincidə modulda x, y. 3 vurmaq neçə? 3 vurmaq 5. 15. İkincidə x, y bərabərdir modulda mənfi 3 vur mənfi 5. Bu deyil 15. Cevap 15. Y bəndi.
Birinci tənlik qalsın olduğu kimi 1 bölü x çıxmaq 8 bölü y bərabər 8. İkinci tənliyin hər iki tərəfini 2'ye vuraq. 10 bölü x üstə gəl 8 bölü y bərabərdir 102. Alt alta toplasaq alınacaq 11 bölü x bərabərdir 110. Burada da x bərabərdir 11 bölmə 110. Bu deyir 10'da 1. X oldu 10'da 1. X'in yerine birinci tənlikdə 10'da 1 qoysuq. 1 10'da 1'e bölündə 10 eləyəcək. Çıxmaq 8 bölü y bərabərdir 8. Buradan 8 bölü y tapanda 10'dan 8 çıxacaq 2. Y də bərabərdir 8 bölü 2 4. Bizdən soruşur x bölü y. X'in qiyməti 10'da 1. Bu da 4. Bu deyir 40'da 1. 40'da 1. 10, 40'da 1. Y bölü x'ymiş. Y bölü x. Y'nin qiyməti 4. X'a 10'da 1 bölündə eləyir 40. Cavab C bəndi. Nömrə 11. Birinci tənliyə vuraq 3'ə. 6 bölü x çıxmaq 3 bölü y mənfi 12. İkinci tənliyə olduğu kimi yazaq. Alt alta toplayaq. 14 bölü x bərabərdir 7. X bərabərdir 2. Birinci tənlikdə x'in yerine 2 qoyaq. 3 çıxmaq 3 bölü y bərabərdir mənfi 12. 3 bölü y bərabərdir 3'dən mənfi 12 çıxanda 15. Y də bərabərdir 3 bölü 15. 5'də 1. 11'de x bölü y soruşur. 2 bölü 5'də 1 bu deyir 10. Evet. Birinci tənliyi 2'ye vuraq. 2 bölü x çıxmaq 2 bölü y bərabərdir 2. İkinci tənlik olduğu kimi yazaq. 1 bölü 2x üstə gəl 2 bölü y bərabərdir 3. Alt alta toplasaq 2 bölü x üstə gəl 1 bölü 2x bərabərdir 5. 2x ortaq məxrəc 4 üstə gəl 1 bərabərdir 5. 5 bölmə 2x bərabərdir 5. 2x bərabərdir 1, x bərabərdir 2'də 1. A bəndi. 13. X'e soruşur. Birinci tənliyi 3'ə vuraq. 3 bölü x minus 3 bölü y bərabərdir 3. 1 bölü 2x üstə gəl 3 bölü y bərabərdir 4. Toplayaq alt alta 3 bölü x üstə gəl 1 bölü 2x bərabərdir 12. Ortaq məxrəc 2x 6 plus 1 bərabərdir 12. 6 burada. Deməli aldığında 7 bölmə 2x bərabərdir 12. 24x bərabərdir 7. X bərabərdir 24'də 7. Nömrə 13. Yoxlayaq. Böyle burada səhvə yol verilib. 3 üstə 4 gələndə 7 yazılıb. 3 üstə 4 gələndə 3 üstə 4'də 12 yazılmışdı. Bu 7 olmalıdır. 7 bərabərdir 7 bərabərdir 7. 2x bərabərdir 1. X bərabərdir 2'də 1. X bərabərdir 2'də 1 nömrə 13'də. 2'də 1 də 0'da 5 eləyir. B bəndi. Birinci tənli olduğu kimi qalsın. İkinci tənliyi mənfi 2'ye vuraq. Mənfi 4 bölü x. Mənfi 2'ye vuranda olacaq 1 bölmə y. Bu da bərabərdir mənfi 6. Alt alta toplayaq.
1 bölü x çıxmaq 4 bölü x bərabərdir mənfi 5. Mənfi 3 bölü x bərabərdir mənfi 5. X bərabərdir 5'te 3. X bərabərdir 5'te 3 A bəndi. Birinci təmin olduğu kimi qalsın. İkinci təmini 3'e bıraq. Şimdi oldu. Alt-alta toplayaq bu təminləri. Bu bize verir x plus y'nin kubun açılışıdır. Buradan x plus y bərabərdir 2. Aparaq ikinci təmliyə x plus y yerine 2 qoyaq. Bu 2 bərabərdir 2. Onda alıq x y bərabərdir 1. X plus y 2 aldıq. X y aldıq 1. Soruşur x kvadrat plus y kvadratı. Bu da bərabərdir x plus y'nin kvadratı çıxmaq 2x y. X plus y 2'dir. X y də 1'dir. Bu deyir 2. Cevap C bəndi. Birinci təmlindən x'i çıxardaq mötərizə xaricində qaldı 1 plus y bərabərdir 3'te 5. İkinci təmlindən x'i çıxardaq 1 plus y bərabərdir 6'da 1. Sonra tərəf-tərəfə bölək təmlikləri. Qaldı x bölü y bərabərdir 10. Buradan alınır ki x bərabərdir 10 y. Soruşulanda aparaq x'in yerine 10 y yazaq. 10 y çıxır 3 y böl 10 y. 7 y böl 10 y. Bu yerdə 10'da 7. Cevap Y bəndi. Birinci təmli olduğu kimi qalsın. İkinci təmli 2'ye bıraq. Bıraq 2x y bərabərdir mənfi 8. Tərəf-tərəfə toplayaq. X kvadrat plus x2xy plus y kvadrat bərabərdir 0. Bölür x plus y kvadratı bərabərdir 0. Buradan alınır x plus y bərabərdir 0. X bərabərdir mənfi y. X bölü y bərabərdir mənfi 1. Cevap mənfi 1. B bəndi. Birinci təmlik qalsın olduğu kimi. İkinci təmliyi 2'ye bıraq. Tərəf-tərəfə çıxaq. X minus y'nin kvadratı 0. Bunda x minus y 0. X bərabərdir y. X bölü y də bərabərdir 1. Cevap B bəndi. Birinci təmliyi həll eləmək olar. X plus 3, y kvadrat plus 7 bərabərdir 0. Hasil 0'a o vaxt bərabər olur ki, vurğulardan heç olmasa biri 0 olsun. İkinci vurğu ki var, y'nin heç bir qiymətində bu 0 ola bilməz. Y kvadrat mənfi olmayan ədəddir. 7 gələndə 0'dan fərqli edir. Onda ikinci vurğu ancaq 0 olmalıdır. X plus 3 0. X buradan alınır ki, mənfi 3'dür. İkinci təmli x'in yerine mənfi 3 qoysa, o eləyir mənfi 9 plus y kvadrat bərabərdir 27. Y kvadrat bərabərdir 36. Y də bərabərdir plus minus 6. X'in bir dənə mənfi 3 qiymətinə qarşı y'nin 2 də qiyməti uyğundur. Mənfi 6 ilə 6. Buna görə 2 cür cavab var. Mənfi 3, mənfi 6, mənfi 3, mənfi 6. Mənfi 3, mənfi 6, mənfi 3, mənfi 6, mənfi 3, 6. Cevap D bəndi. 20'də yenə birinci təmlikdə, hasildə ikinci vurğu var. Bu 0 ola bilməz.
Onu da buradan alınırken da birinci blok 0 olmalıdır. Buradan da x eləyir 2. X'in yerine 2 koysak 2'de 2 4. Üstə gəlir y kvadrat bərabər 8. Y kvadrat eləyir 4. Y də bərabər olur. Plus 2. Deməli, x'in bir də 2 qiymətlə qarşı. Burada 2'lər uyğun gəlir. Mənfi 2'lər uyğun gəlir. 2, 2, 2, mənfi 2. 2, 2, 2, mənfi 2. Y bəndi. 20 oldu Y bəndi. 21. İkinci tənlikdə solda x, y çıxardan mötərizə xaricinə qalır x plus y. 5 burası x plus y. X kvadrat plus y kvadrat cəmini soruşur. Burada 2 al var. Ya x plus y 0 olmalıdır. Veya 3x y 5 olmalıdır. Yani x plus y 0 olabilir birinci hal. Sonra her tarafı x plus y bölüsü 3x y olur 5. Buradan da x y beraber olur 3'te 5. 2 hal var. Deməli x plus y 0 olanda ancaq birincidə verib ki x y mənfi 9. Ona göre bu ikinci hal ola bilməz. İkinci hal mümkün deyil olsun. X plus y ancaq 0 olmalıdır. X y də verir mənfi 9. Onda x kvadrat plus y kvadrat bərabərdir. X plus y kvadratı çıxmaq 2x y. X plus y'nin qiyməti mənfi 9'dur. X y də 0 tapdıq. Vur 0. Bu da edir 81 çıx 0 edir 81. X y 0 tapdıq 81 çıxır. Qiymətin yerine düz qoymamışam. X plus y 0'dır bu. Çıxmaq 2 vurmaq. Mənfi 9. Bu da 18. Cavab Y bəndi. 22. İkinci tənlikdən x y çıxardaq mötərizə xaricinə qalır x minus y. Burada deyilir x plus 5y. X y'nin yerində mənfi 1 qoysuq, eləyir mənfi 2 x minus y. X plus 5y. Mənfi 2 x plus 2y minus x minus 5y bərabər 0. Mənfi 3x minus 3y bərabər 0. X plus y bərabər 0. Soruşulur x kvadrat plus y kvadrat. Bu deyilir x minus y'nin kvadratı. X plus y'nin kvadratı çıxmaq 2xy. 0'ın kvadratı çıxmaq 2 vurmaq mənfi 1. Bu deyilir 2. Cavab C bəndi. 23. Tənliklər sistemindən x minus y tapır. Tərəf-tərəfə çıxaq tənlikləri. Alınır x minus 1'in kvadratı çıxılsın. X minus 2'nin kvadratı üstə gəlmək. Y minus 2'nin kvadratı çıxılsın. Y minus 1'in kvadratı. 17 çıx 13'də 4 eləyir. Kvadratlar fərqinə görə vuruqları ayırırıq. X minus 1 çıxmaq x üstə gəlir 2. X minus 1 üstə gəlir x çıxmaq 2. Burası da y minus 2 çıxmaq y üstə gəlir 1. Y minus 2 üstə gəlir y çıxmaq 1. Bərabərdir 4. Bu eləyir 1. 1 yazılır vuruq kimi elədi 2x minus 3. Bu da elədi mənfi 1. Mənfili yazaq. Mötərizədə 2y minus 3 bərabərdir 4. 2x minus 3 minus 2y minus 2y minus 3 bərabərdir 4. 2x minus 2y bərabərdir 4. X minus y bərabərdir 2.
X minus Y oldu 2. O soruşur da A bəndi. Birinci tənliyin məxrəcdən qutarısı alınır A kub plus 3A B kvadrat. Bərabərdir 140. İkincini də B-yə vurub məxrəcdən qutarısı B kub plus 3A kvadrat B bərabərdir 76. Alt alta toplasıq 3AB kvadrat plus 3A kvadrat B minus B kub bərabərdir 216. Bu bizə verir A plus B'nin kubu bərabərdir 216. Buradan da alır A plus B bərabərdir 6. Cavab A bəndi. Tərəf-tərəfə çıxsıq, x kvadratlar gedir, 2x y-lər gedir. Qalır 2y kvadrat, alt-alta çıxsıq. Bərabərdir 8. Y kvadrat eləyir 4. Y kvadrat 4 eləyir. Y deyilir plus minus 2. Bizdən nə soruşur bu x, y hasildir? Y kvadratın yerinə 4 qoysuq. 4 qoysuq. Y kvadratın yerinə 4 qoysuq. Nə olacaq orada? 2x çıxır. Y yerinə 2 qoyaq bir dəfə. Y olsun 2. Birinci tənlikdə Y yerinə 2-yə su alınır x kvadrat plus 4 plus Y yerinə 2 4x bərabər 49. Bu eləyir x kvadrat plus 4x minus 45 bərabər 0. 4, 16, 4, 16, 16, 5, 5'den 9, 5 mənfi 9, 5 ödəyir də. X1 eləyir 5, X2 eləyir mənfi 9. Mənfi 9. X1 5, X2 mənfi 9. XY hasili. XY deyir natural ədəddir. Ona bu mənfi 9 ola bilməz. XY-ə vuranda 2 vur 5, 10 olur. Orada Y üçün mənfi 2-ni götürənməliydə Y natural verilmiş. Y ancaq 2 ola bilər. 10. Cavab D bəndi. 25 D bəndi. 26. XY natural ədədlərdir. X minus 2 orası Y minus 2 4 olmalıdır. Oranda 4 eləyən ədədlər ümumiyyətlə burada x çıx 2 ilə y çıx 2 mənfi də ola bilər də. Oranda müsbət edir. Deməli 1-i 4-ə vuranda eləyir, 2-ni 2-yə vuranda eləyir. Sonra dəyişir də bunlar. Onlar çoxalır burada. Bunu vurub açıq eləyir XY, 2x, 2y, 4 bərabərdir 4. XY 4'lər getdi. Oldu 2 vurursun x plus y. Belə. İkinciden de XY çıxarsa x plus y bərabərdir 162. XY-in yerinə gətirib 2 vur x plus y qoysuq. Bu da x plus y elir 162. X plus y kvadrat elir 81. X-in y natural olduğundan x y elir 9. XY hasilinin yerinə 9 qoysuq. XY yerinə 9 qoysuq. X plus y yerinə 9 yazsın. XY elir 2'ye 9, 18. Cevap 45. Beyefendi. Təllikləri tərəf-tərəfə vuranda eləyir x
kub, y kub beraberdir 1000. Tərəf tərəfə bölüsü edir x bölü y beraberdir 5'te 2. Kub kök alsı x, y beraberdir 10. X beraberdir 5'te 2 y. Beni eləməyək. İkincini dəyişək. Alt-alta toplayaq. Toplayaq. X, y çıxardaq mötərizə xaricində. X plus y beraber 70. X, y yerine burada 70. X, y yerine 70 koysuq. X plus y 70, 70'e kadar 1 eləyir. Bizden soruşur x plus y plus x y. X plus y 1'di, o da 10'du. Toplayanda edir 11. X plus y 1'di. 11 yok. Burada x y yerine 10 koyanda 70'i 10'a bölende 7 edir. 7. X plus y 7 üstə gəl 10 edir 17. Cevap C bəndi. 5x plus 3y bir də deyək A. 1 bölmək 7x minus y deyək B. Bunda sistem düşər aşağıdaki şəklə 10 plus 4b beraberdir 15. A plus 4b 15, sonra A minus 4b beraberdir 13. Alt-alta toplasıq 2A beraberdir 28. Alt-alta çıxsıq 8b beraberdir 2. Buradan A beraberdir 14, B beraberdir 4'te 1. Əvəzləmədə qoysuq yerinə 5x plus 3y beraberdir 14. 1 bölmək 7x minus y beraber 4'te 1. Deməli 5x plus 3y beraberdir 14. 14 7x minus y beraberdir 4. İkinci tənliyi 3'e bırak, birinci ile toplayaq. 3'e vuranda 21x minus 3y 12. Toplayanda 26x beraber 26x eləyir 1. X yerine 1 koyaq, birinci tənlikdə məsəl üçün. 5 1'e vuranda 5 plus 3y beraber de 14. Buradan 3y beraber 9, y beraber de 3. X'i 1 tapdıq, y 3. X plus y soruşur. X 1 idi, y de 3 idi. Toplayanda elir 4. Cevap 4. İndi bu səfəri əvəzləmə aparmayaq. Tənləri alt-alta toplayaq. Elir 10x minus 6y. Bunlar əkslər getdilər. Mənfi 28. Bölü 2'ye her tarafı 5x minus 3y beraberdir mənfi 14. Birinci tənliyi də aparaq yazaq yerinə. Deməli, tənliyimizin biri bu oldu. Birinci tənliyi də yerinə yazaq. Mənfi 14. Üstə gəlmək 9 bölmək 6x minus y beraberdir mənfi 15. 9 bölme 6x minus y beraberdir mənfi 1. 6x minus y beraberdir mənfi 9. 5x minus 3y de beraberdir mənfi 14.
Birinci tənliyi -3-ə vursuq. Alarıq -18x müsbət 3y bərabərdir 27. İkinci tənliyi olduğu kimi qalsa -14. Alt-alta toplasaq -13x bərabərdir 13. X bərabərdir -1. X-in yerinə -1 qoysuq tənlərin birində 14. 3y bərabərdir. Bu -5 idi burada. 5'i -1'e vuranda -5 edir. 3y bərabərdir 9, y bərabərdir 3. Soruşur x plus y-i. -1 plus 3, bu da edir 2. Cevap 2. Nömrə 29 idi. Hobiye soruşulan başka şeymiş burada. Soruşulan modulda x, y'dir. -1 3'e vuranda -3 modul edir 3. Cevap 3. 30-31 eyni tipli məsələdir. Məsələn, birini əvəzləməklə eləyək. Belə bir əvəzləmə aparaq. 1 böl x minus y-ə a deyək. 1 böl x plus y-ə b deyək. Onda xətti sistem olacaq. 3a çıxmaq. 4b bərabərdir -1. 9a üstə gəl 10b bərabərdir 8. Birinci tənliyi -3'ə vursuq. -9a üstə gəl 12b bərabərdir 3. İkinci tənliyi olduğu kimi qalsın. 8. Sonra alt-alta toplasaq. -3'ə vurmuşdum da. 22b bərabərdir 11. B bərabərdir 2'də 1. Onda b-ni yerə 2'də 1 yazsaq. 3a çıxmaq. 4 vur 2'də 1 bərabərdir -1. 3a çıx 2 bərabərdir -1. 3a bərabərdir 1. A bərabərdir 3'də 1. Onda 1 böl x minus y bərabərdir 3'də 1. 1 böl x plus y bərabərdir 2'də 1. Buradan alınır x minus y 3'dür. X plus y 2'dir. Belədir. Bizdən soruşur x kvadrat minus y kvadratı. Bu deyilir x minus y, x plus y. 3 vur 2, 6. Cevap 6. 1. Birinci tənliyi -2'ye vuraq. -8 böl x minus y. -2'ye vururuq da. -2'ye vururuq. -24 böl x plus y. -6. İkinci tənliyi hesabının altında olduğu kimi. 8 böl x plus y çıxmaq. 18 böl x plus y bərabərdir -1. Alt-alta toplasaq bunlar gedəcək. Böyləcə -42 böl x plus y bərabərdir -7. X plus y bərabərdir 6'da 1. 6'da 1 olmuş. 6 olur. 6. Aparıb birinci tənlidə x plus y-in yerinə 6 qoysuq. 4 bölmə x minus y 12 bölü 6 bərabərdir 3. Buradan 4 bölü x minus y plus 2 bərabərdir 3. 4 bölü x minus y bərabərdir 1. X minus y bərabərdir 4. X plus y-i də tapışdı o 6. Burada da soruşur x kvadrat minus y kvadratı. X kvadrat minus y kvadrat bərabərdir. X minus y burası x plus y. X minus y
4'tür. Bu da 6'dır. Vuran da eləyir 24. Cavab 24.